Toplum TV iş üzrə yanvarın 12-sində keçirilən məhkəmədə qurumun ofisindən və təqsirləndirilən şəxslərin evlərindən pul vəsaitləri tapılmasını iddia edən protokollar oxunub. Müdafiə tərəfi isə buna etiraz edərək pulların polislər tərəfindən qoyulduğunu bildirib. Daha sonra çıxış edən media eksperti Toplum TV-nin həmtəsisi Ələsgər Məmmədli səhhətinin yaxşı olmadığını deyib. O xatırladıb ki, ötən prosesdə hakim tədqiqatxanada onun səhhətinin həkim tərəfindən mütəmadi yoxlanılmasını tapşırsa da, ötən həftə ərzində belə bir müayinə baş tutmayıb. Proses başa çatdıqdan sonra Ələsgər Məmmədli üçün həkim çağırılıb. Yanvarın 14-də Azərbaycanda həbs cəzasına məhkum olunmuş 4 erməni Ermənistana təhvil verilib. Onların arasında 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasında ittiham edilən Vaqif Xaçatryan da var. Baş prokurorluğun məlumatına görə həmin hadisələr zamanı 25 azərbaycanlı öldürülmüşdü. Bakı Hərbi Məhkəməsi 2023-cü ilin noyabrında onun barəsində 15 il həbs qərarı vermişdi. Yanvarın 16-sı Bakı Ağır Cinayətlər Məhkəməsində Meydan TV işi üzrə keçirilən prosesdə jurnalist Nurlan Libre tədqiqatxanada zorakılığa məruz qaldığını deyib. Bununla bağlı vəsadət verməyi istəsə də, hakim dövlət ittihamçısının çıxışını davam etdirməli olduğunu bildirib. Prokurorun 2 nəfərin ittiham aktlarını oxuması 3 saat davam edib. Hakimin onun vəsadətini dinləmək istəmədiyini görən Nurlan Libre müddətsiz azlığa başladığını elan edib. Stat: Keçən məhkəmədə qolumu kəsəndən sonra tədqiqatxanada 2 gün qarşıya salındım. Adi gigiyenik şəraiti olmayan bir yerdə saxlandım. Başıma gələnlərlə bağlı məhkəməyə müraciət üçün 2 səhifəlik vəsarət yazmışdım. Vəkillə görüşə gedəndə əlimdən aldılar. Şikayətimi əlimdən almaq müdafiə hüququmun pozuntusudur. Bugün 30-a yaxın jurnalist və bloger, Toplum TV, Abzas Media və Meydan TV-nin onlarla əməkdaşı saxta ittihamlarla həbsdədir. Həmkarlarıma və özümə qarşı baş verənlərə etiraz olaraq bugündən müddətsiz azlıq aksiyasına başlayıram. Statın sonu. İranda realın uzlaşması fonunda iqtisadi problemlərə görə başlayan ümumxalq etirazlarda indiyədək 5000-dən çox adamın öldüyü deyilir. Reuters'ın məlumatına görə ölənlərin təxminən 500 nəfəri güc strukturlarının əməkdaşları olub. İran məhkəmə sisteminin sürücüsü Əskər Cahangir mətbuat konfransında bildirib ki, bir sıra hərəkətlər ən ağır İslam cəzalarından biri olan mühərrib kimi müəyyən edilib. İslam hüquqi termini olan mühərrib Allaha qarşı müharibə aparmaq mənasını verir və İran qanunlarına görə ölüm cəzası ilə cəzalandırılır. Bazar günü məhkəmə orqanları edamların davam edə biləcəyini vurğulayıb.